Değerli şagirdlər, bugün sizlərlə 5 aprel 2026-cı ildə 9-cu siniflərin buraxılış imtahanına düşən bir səhv sualın izahını vermək istəyirəm. Necə də gülməli görünsə də səhv sual, amma həqiqətən də sualın səhv olduğunu bilirik. Deyir ki, iti bucağın tən böləni trapesiyanı iki oxşar üst bucağa ayırır. Əlbəttə ki, iti bucaq budur. Gəlin buradan bir tən bölən çəkək. İti bucaq budur. Tən bölən dedikdə bucağı yarıya bölür. Və çarpaz bucaqlara görə bu hissə də alfa olacaq. Və oturacaqları 7 və 28-dir. 7 kiçik oturacaq, 28 böyük oturacaqdır. Və trapesiyanın bizdən perimetrini istəyir. Baxın, bu bucaq qarşısında duran 7-dirsə, bunun qarşısında duran 7 olacaq. Yəni, bərabər yanlış bucaq var burada. Gəlin buna bir beta desək. Baxın, yəni bu kör bucaqdır, bu iti bucaqdır da bilirik, düzdür. Baxın, burada alfa olar, burada beta olar. Çünki oxşar dediyi üçün bilirik ki, bərabər bucaqlar qarşısında bərabər tərəflər durur və oxşarlığa görə də baxın, bunlar bu hissə alfadırsa, kör bucaqdırsa, dedik ki, bura kördür və burada alfa olmalıdır ki, bu bucaqlar oxşar olsun. Və bu üç bucaqda, məsələn, bərabər bura bir x desək, həmçinin diagonalda bir x desək, bilirik ki, birinci üç bucaqda elə bil baxın, bu üç bucaqda betanın qarşısında duranın, yəni x-in, bu üç bucaqda betanın qarşısında duran 28-ə nisbəti bərabərdir. Alfanın qarşısında duran 7-nin, bu üç bucaqda alfanın qarşısında duran x-ə nisbəti. Və buradan x kvadratı alırıq 28 vurulsun 7 və bizdə x olacaq, deməli 7 vurulsun 2 eləyir 14. Düzdür? Yəni bu x-i biz aldıq 14. Və perimetrdə bilirik ki, tərəflərin cəmidir. 7 üstə, elə bir ki 7 üstə, 7 üstə 14 üstə 28, 7 üstə 14 üstə 28, cavabı alırıq 56. Amma bu yanlışdır, niyə? Yanlış olduğunu sizə sübut edeyim. Baxın uşaqlar. Dedik ki, bu üç bucaq, baxın bunu başqa rənglə yazaq. Bu üç bucağa oxşar oldu, düzdür? Gəlin aşağıda yazaq, bucaqları çəkək. 7, 7, burada 14 oldu. Düzdür, x 14 tapdıq da. 7, 7, 14. Ola bilməz. Üçbucaq bərabərsinə görə bilirik ki, üçüncü tərəf fərqi ilə cəmi arasında yerləşməlidir. Yəni, bu da doğru deyil. Yəni, 14 0 ilə 14 arasında yerləşmir deyə, yəni, bura 14 ola bilməz, bu x. Digər tərəfdən də həmçinin, baxın, 14, baxın, bu üç bucaqda da yenə 14, 14, biz nə aldıq? 28 aldıq, düzdür? Baxın, 14, 14, 28. Ola bilməz. Yəni, yan tərəf əgər 14, 14-dürsə, bura baxışım 28 ola bilməz. Ümumiyyətlə, bu sual səhvdir.